Hər birini salamlayıram və istəyərdim sizə bugün pələnglə eşşəyin məsələsini danışım. Çox maraqlı məsələdir. Çoxunuz bəlkə bilirsiniz bu barədə. Bilməyənlər üçün danışıram və kommentlərinizi, fikirlərinizi də qeyd edirsiniz. Deməli, məsələ nədir? Pələnglə eşşək mübahisəsi düşür ki, ot nə rəngdədir? Pələng deyir, yaşıl rəngdədir, eşşək isə həmişə olduğu kimi deyir, yox, göy rəngindədir. Dirənib ki, yox, göy rəngindədir. O üçün mübahisə yaranır. Axırda qərar verirlər, gedirlər şirin yanına. Şirə eşşək qışqırır ki, ay şir, sən bilərsən, ot nə rəngdədir, göy rəngində, yoxsa yaşıl rəngində? Mən deyirəm ki, eşşək deyir ki, mən deyirəm göy, pələng deyir, yaşıl rəngində. Şir də baxır, deyir ki, aydın məsələ, ay eşşək, yəni bu məsələ sən tərəfdədir, ot yaşıl yox, göy rəngindədir. Və mən səni düz sayıram. Məni düz sayırsansa, mənə pələng incidib, yəni bu məsələ ilə bağlı məni çox əsəbləşdirib, istəyirəm onun cədasını verəsən. Şimdi dirənir eşşək olduğunu göstərir və şir də görür ki, eşşək çox dirənir. Deyir ki, yaxşı, mən pələngə 5 aylıq susma cəzası verirəm, bundan sonra danışa bilməz. Şimdi eşşək çox sevinir, gedir hər yerdə deyir ki, mən pələngi səhv çıxartdım, ona cəzalandırdım. Şimdi sevinir bu hadisə, bu məsələ ilə bağlı və pələng şirə müraciət edir ki, ay şir, sən bilirsən axı, ot yaşıl rəngində, sən niyə məni səhv çıxartdın? Deyir, mən səni səhv çıxartdım ona görə ki, sən bu eşşəklə dirəşib, bu vaxtını eşşəyə sərf eləmişsən. Sənin kimi ağıllı, güclü heyvan, hansı ki, öz gücünə sahib, öz gücünü də bilirsən, sən buna niyə vaxtını ayırırsan? Ona görə, bu cəzanı ona görə kəsdim ki, bundan sonra o eşşəyə vaxtını ayırmayasın. Yəni, bu məsələ nə ilə bağlıdır ki, bəzi insanlar da var ki, belə eşşəklər kimi dirənirlər və səhv olurlar, özlərini düzgün çıxartmaq istəyirlər. Ancaq axırda hamı bilir ki, yəni səhv olaraq olan tərəfdədir. Ona görə elə bir insanlar hansı kimi eşşək kimi dirənirlər, yəni neysə sübut eləmək istəyirlər, vaxtınızı ayırmayın. Çünki o vaxtda daha məsləhətli işlərlə məşğul ola bilərsiniz. Uğurlu gələcəyə doğru. Sağ olun.